Məsələdə verilənlərə əsasən x-i müəyyən eləməliyik. A mol ferium S2 və B mol sinkes götürüldüyündə 14 mol SO2 əmələ gəlib. A plus B-nin cəmi 9-dur. Ferium S2-nin içərisində 2 kükürt var. Deməli, onun yanmasından 2 SO2 alınacaq. Sinkesin içərisində 1 kükürt var. Onun yanmasından 1 SO2 alınacaq. Deməli, ferium S2 1 mol olanda SO2 2 mol. Yəni, özündən 2 dəfə çox. Sinkesdə 1 mola 1 mol alınır. İndi ferium S2A, sinkesdə B moldur. Yəni, bunu A mol götürəndə özündən 2 dəfə çox 2A mol SO2 alınacaq. Bunu B götürdüyümüzdə də B mol SO2 alınacaq. Və məsələnin şərtində bu ikisinin cəmi 14. Yəni 2A plus B 14-dür. Digər tərəfdən də A plus B 9-dur. Tərəf-tərəfə bu ifadələri çıxsaq, deməli A bərabər olacaq 5-ə. Onda buradan istifadə eləsək, A 5-dirsə, B də 4 olmuş olacaq. Onda biz ferium S2-nin əmsalına 5, sinkesə də 4 yazsaq, 5 vur 2. 10 kükürt var. Deməli 10 mol SO2. Burada 4 vur 1. Kükürdün indeksi 1-dir. Deməli 4 SO2 alınır və cəmi də 10 plus 4. Deməli 14 mol alınır. Deməli A və B-nin qiymətini düz tapmışıq. İndi A və B-nin yeri dəyişilir. Deməli götürülür 4 mol ferium S2 və 5 mol sinkes. Bu zaman artıq burada 8 kükürt var. Deməli 8 mol SO2. Burada da 5 mol kükürt var. 5 SO2. Deməli ikisindən bir yerdə 5 plus 8 13 mol SO2 alınır. Yəni X-in qiyməti 13.